Bu dəfə sizləri Avropanın ürəyində, Balkanların qəlbində yerləşən maraqlı və bir qədər də sirli ölkə Serbiyaya aparırıq. Qədim tarixi, qarışıq siyasi keçmişi, canlı gecə həyatı və göz oxşayan təbiəti ilə Serbiya həm səyahətsevərlər, həm də tarix həvəskarları üçün əsl kəşf yeridir. Elə isə gəlin bu çox qatlı ölkənin qatlarını birlikdə açaq. Serbiya Balkanların ən cəlbedici ölkələrindən biridir. Şimalda Macaristan, şərqdə Rumıniya və Bolqarıstan, cənubda Şimali Makedoniya və Albaniya, qərbdə isə Bosniya və Hersegovina, Xorvatiya və Montenegro ilə sərhəddir. Bu baxımdan bir çox Balkan ölkəsi ilə qonşudur demək mümkündür. Əvvəlcə gəlin bu ölkənin tarixinə qısa nəzər salaq. Serbiya keçmişdə 400 ildən artıq bir müddətdə Osmanlı İmperiyasının idarəsində olub. 1878-ci ilə qədər Osmanlı izləri ölkədə çox güclü hiss olunurdu. Məhz həmin ildə Berlin müqaviləsi ilə Serbiya tam müstəqil dövlət statusu qazandı. Bu ölkə həm də Balkan müharibələri və 1-ci Dünya müharibəsi zamanı böyük itkilər verib. 1-ci Dünya müharibəsindən sonra Slovenlər və Xorvatlarla birlikdə Yugoslaviya krallığı quruldu və Serbiya bu krallığın əsas simvollarından biri sayılırdı. Lakin bir müddət sonra 2-ci Dünya müharibəsi başladı və Serbiya bu bəladan uzaq qala bilmədi. Yugoslaviya və ümumilikdə Balkanlarda dəhşətli qırğınlar baş verdi. Yüz minlərlə günahsız insan həyatını itirdi. Bundan sonra Sloveniya, Xorvatiya, Makedoniya və Bosniya və Hersegovina Yugoslaviyadan ayrılıb öz yollarını tutdular. 1992-ci ildə Serbiya Montenegro ilə birlikdə yeni bir respublika yaratdı. Lakin bölgədə yenə də sabitlik əldə olunmadı və Bosniya müharibəsi başladı. Bu müharibədə serblər Bosniyalı müsəlmanlara böyük faciələr yaşatdılar. O faciələrin xatirələri isə bu gün də Bosniya xalqı üçün təzədir. 2006-cı ildə Serbiya Montenegro birliyi dağıldı və müasir Serbiya formalaşdı və hazırda Serbiya Avropa tarixinin kəsişmə nöqtələrindən biri sayılır və müxtəlif etnik qruplara, dinlərə, mədəniyyətlərə ev sahibliyi edir. Ölkədə nəqliyyat sistemi çox inkişaf edib, hətta təkcə avtobus şəbəkəsi ilə ölkənin istənilən nöqtəsinə rahat şəkildə çatmaq mümkündür. Belqrad avtovağzalından şəhər mərkəzinə çatmaq cəmi 15 dəqiqə çəkir. Həmçinin qatarla da səyahət etmək imkanı var. Belqrad stansiyasından şəhərin ürəyi sayılan Azadlıq meydanı da daxil olmaqla bir çox mərkəzə qısa zamanda çatmaq olur, amma bir məsələ var ki, serblər homoseksuallara qarşı çox sərt münasibət bəsləyirlər. Onlara qarşı tolerant deyillər və dostluq münasibətləri qurmaq istəmirlər. Serblərin nifrət etdiyi digər mövzu isə müharibələr haqqında söhbətlərdir. Xüsusilə 90-cı illərdəki Bosniya-Yugoslaviya müharibələri və Kosovadakı faciələrin onlara xatırladılmasından narahat olurlar. Bu səbəblə Serbiyaya istər qısa, istər uzun müddətli səfər edirsinizsə, müharibə söhbətlərindən uzaq durun və daha çox müasir həyat tərzinə fokuslanın. Əks halda dostluq qurmaq çətin ola bilər. Əgər Serbiyalı bir dostun evinə gedəcəksinizsə, əliboş getmək kobudluq sayılır. Serblərin əyləncə anlayışına gəldikdə isə Belqrad gecə həyatı xüsusilə qadınların sərbəst və çılğın davranışları ilə məşhurdur. Serb xalqı əyləncəyə olduqca düşkündür. Sanki günəş heç doğmasa, bütün gecə boyu əylənmək və içmək üçün səbəbləri var. Gecə həyatını yaşayırlar və xüsusilə yay aylarında günəşin tez batmasını səbirsizliklə gözləyirlər. Avropanın bir çox yerlərindən minlərlə turist məhz bu səbəblə Belqrada axın edir. Belqradda pivə sadəcə 1-2 avro arasında dəyişir. Ona görə də gecə saatlarında küçəyə çıxanda əksər insanların sərxoş vəziyyətdə olduğunu görə bilərsiniz. Əyləncə əsasən qadınların rəqs şoularına əsaslanır. Publar və klublarda qeyri-adi səhnələrə şahid ola bilərsiniz. Bu ölkədə kişilər qadınlar tərəfindən sözlə və ya toxunuşla sataşmalara məruz qala bilər. Hətta bəziləri birbaşa masanıza yaxınlaşıb tanış olmağa çalışa bilər. Qadınlar kişilərə nisbətən daha çox içirlər və özlərini tez itirirlər. Serb qadınları adətən hündürboylu, sarışın və rəngli gözlü olurlar. Özlərinə də çox yaxşı baxırlar. Bir çox Avropalıya görə Rusiyadan sonra dünyanın ən gözəl qadınları Serbiyada yaşayır. Bu fikri yerində test etmək istəyənlər üçün Serbiya ideal məkandır. Serb kişilərinə gəldikdə isə 30 yaşlarına qədər özlərinə çox da diqqət yetirmirlər. Həyat tərzləri sadə və gündəlikdir. Gecə klublarının yerləşdiyi küçələrdə cibgirli yalları çox olur. Ona görə də bu cür yerlərə gedərkən dəyərli əşyalarınızı evdə saxlayın. Cibinizdə şəxsiyyət vəsiqəniz və bank kartınızın olması kifayətdir. Ölkədə əsasən serb dili danışılır. İlk baxışda rus dilini xatırlatsa da, serb dili ruscadan fərqlidir. Sadəcə slavyan mənşəli olduqları üçün oxşarlıqlar var.
Bu baxımdan serblərlə ruslar həm dil, həm mədəni baxımdan bir-birinə çox uzaq deyillər. Yerli əhali ingilis dilini ümumilikdə bilməsə də gənc nəslindən ingiliscədə rahat danışa bilərsiniz. Son illərdə Suriya və Əfqanistan hadisələrinə görə ölkədə qaçqın sayı artıb. Serblər qaçqınlara qarşı sərt münasibət göstərsələr də, park və çəmənliklərdə Orta Şərq mənşəli bir çox insanla qarşılaşmaq mümkündür. Onlar bir şəkildə ölkəyə daxil olub Avropaya keçmək üçün Serbiyanı körpü kimi istifadə edirlər. Belqradda 15-20 avroya gecələmək mümkündür. Bu hostellərin istifadəçi reytinqləri də 10 üzərindən 8-i keçir. Yəni çox da pis yerlər deyillər. Ölkə iqtisadiyyatı çox güclü olmasa da, xidmət sektoru dünya üzrə nisbətən ucuzdur. Əsas iqtisadi fəaliyyət sahələri turizm və kənd təsərrüfatıdır. Başlıca məhsullar qarğıdalı, buğda və arpadır. Sənaye sahəsində isə köhnə texnologiyalar hələ də istifadə olunur və inkişaf etdirilməsinə ehtiyac var. Ölkədə dəmir, kömür və digər metallarla zəngin yataqlar olsa da, bu ehtiyatların çıxarılması və emalı üçün kifayət qədər texniki imkan yoxdur. Tarix boyu müharibələr və xaoslar səbəbindən ölkəyə qarşı daim embargolar və sanksiyalar tətbiq edilib. Hətta 2000-ci il böhranından çox ciddi şəkildə təsirlənən Serbiyada həmin illərdə işsizlik zirvəyə çatmış, xalqın alıcılıq qabiliyyəti isə ən aşağı səviyyəyə enmişdi. Bu gün də ölkənin ən böyük problemlərindən biri məhz işsizlikdir. Serbiya Avropa Birliyinin üzvü olmadığından ölkədəki gənclər Bolqarıstandakı həmyaşıtları kimi asanlıqla Avropaya çıxıb orada işləyə bilmirlər. Gənc və orta təbəqəyə mənsub insanlar Albaniya, Kosova, Montenegro və Bosniya və Hersegovina kimi ölkələrə köç edib orada şanslarını sınayırlar. Vətəndaşlıq məsələsinə gəlincə, Almaniya və Niderland kimi ölkələrdən 5 ildən sonra vətəndaşlıq almaq mümkün olduğu halda Serbiyada hətta 10 il keçsə də vətəndaşlıq ala bilməmə ehtimalı böyükdür. Serblər açıq şəkildə qeyri-qanuni miqrasiyanı istəmirlər. Yəni ölkəni Yaxın Şərq, Afrika və Asiya mənşəli insanlarla doldurmaq fikrində deyillər. Xalq milliyyətçi təməl üzərində qurulduğundan hökumətlər bu məsələdə diqqətli davranır və xalqın fikrinə önəm verir. Dini baxımdan isə ölkədə din üzərində hər hansı bir təzyiq yoxdur. Xalq bu sahədə azaddır. Ölkədə dünyəvi idarəetmə mövcuddur və dini inanca əsaslanan bir rejim qətiyyən yoxdur. Əhalinin 80%-dən çoxu pravoslav xristianlardır. Qalan azlıq isə müsəlmanlardan, yəhudilərdən və ateistlərdən ibarətdir. Serbiyaya səfər etdiyiniz zaman orta əsrlərdən qalmış çoxsaylı monastır və qalalar görə bilərsiniz. Ölkənin ən canlı şəhəri isə heç şübhəsiz ki, paytaxt Belqraddır. Paytaxtda saysız hesabsız kafe, restoran, tarixi bina, hərbi muzey, kilsə və qala görəcəksiniz. Digər tərəfdən Belqrad Avropanın ən qədim şəhərlərindən biridir. Küçələri köhnə görünsə də hər zaman canlı və həyat doludur. Moldova kimi ölkələrdə küçələrin bomboş olduğunu görmüşük, amma Serbiyada gənclər ölkədə qalmağı seçdiklərindən meydanları enerjiləri ilə doldurur və ölkəni diri saxlayırlar. Yaşlılarsa küçələrdə və parklarda sakitcə gəzir, dincəlirlər. Demək olar ki, hər kəs bu ölkədə özünə uyğun bir həyat tərzi tapa bilir. Serbiyanın digər Balkan ölkələrinə nisbətən daha inkişaf etmiş səhiyyə sistemi var. Təcili vəziyyətlərdə 194-ə zəng edərək təcili yardım çağırmaq mümkündür. Üstəlik, turist olmağınıza baxmayaraq bu xidmətdən pulsuz istifadə edə bilərsiniz. Serbiyaya gələn hər bir turist xüsusi sığortaya sahib olur. Orada olduğunuz müddətdə xəstəxanaya getsəz narahat olmağa ehtiyac yoxdur. Çox ağır xroniki bir xəstəliyiniz yoxdursa, Serbiyada xəstəxanalardan pulsuz istifadə edə bilərsiniz. Ölkə parlamentli respublika ilə idarə olunur və ümumilikdə 5 bölgəyə ayrılır. Bütün ölkə 24 şəhərə, 29 rayona və 150 bələdiyyəyə bölünüb. Serbiya Avropa ölkələri arasında təbii fəlakət riski ən yüksək olan ölkələrdən biridir. Bunu da qeyd etmək lazımdır. Ölkədə tez-tez daşqınlar baş verir və bu infrastrukturun kifayət qədər güclü olmaması göstəricisidir. Buna görə də kənd təsərrüfatı ilə məşğul olanlar tez-tez ümidsizliyə qapılırlar. Çünki bütün il boyu verdikləri zəhmət bir anda heçə çevrilə bilir. Belə. Video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.